Premier Liqadan danışmışkən əsas belə deyək, futbol bəşəriyyətinin əsas problemlərindən biri həm Premier Liqaya, həm 1-ci liqaya aiddir və digər liqalarda bu ancaq Azərbaycanda olan bir problem deyil, bütün dünyada olan bir problemdir. Danışılmış oyunlarla bağlı işlər davam edir çox ciddi şəkildə və biz bir daha AFO olaraq bu məsələnin ciddi nəzarət altında saxladığımızı bildiririk və bu əməllərə əl atan şəxslərdən xahiş edirik ki, belə məsələlərə diqqət yetirsinlər və bilsinlər ki, biz AFO olaraq bu məsələni çox ciddi nəzarət altında saxlayırıq, aidiyyəti dövlət qurumları ilə birlikdə və bu cür məsələlər araşdırıldıqdan sonra əlbəttə ki, cəzasız qalmayacaq və ona görə də hər bir kəsi bu məsələdən, elə bu konferansdan, belə məsələlərdən çəkinməyi dəvət edirik. Sadəcə olaraq orada biz xahiş və dəvət etmirik, biz tələb edirik. Bu qanunvericiliyin, bizim qaydaların, nizamnamənin tələbidir və buna əməl etmək bütün futbol icmasının, ictimaiyyətinin rəsmi yarışlarda iştirak edən bütün klubların vəzifə öhdəliyidir. Yəni bunu xahişdən çox tələb kimi nəzərdən keçirilməsini xahiş edirəm və bu sahədə ümumiyyətlə danışılmış oyunlardan başqa futbolçu və futbol ailəsi adına yaraşmayan etika çərçivəsindən kənar olan davranışların bundan sonra daha sərt şəkildə cəzalandırılacağını bildirmək istərdik. Hazırda bizim etika və inzibati komitələrimizdə müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəza tədbirlərinin daha da sərtləşdirilməsi istiqamətində təkliflər bu yaxın zamanlarda İcra Komitəsinin təsdiqinə çıxarılacaq. Çünki biz futbolun inkişafına nail olmaq istəyiriksə, futbolun inkişafından danışırıqsa, xoşa gəlməz bütün halların yalnız bu danışılmış oyunlar deyil, eyni zamanda futbolun populyarlığının stadionlara daha çox azarkeşin gəlməyinin, eyni zamanda idman prinsiplərinə zidd olan hərəkətlərin, qeyri-etik hərəkətlərin qarşısını köklü sürətdə və sərt şəkildə almalıyıq və bununla bağlı olaraq bir daha bunların daha çox tələb olduğunu bildirmək istərdim. Buyurun.